Köməklə bir 15-20 dəqiqə çıxırıq, hər şey hazırdır. Öpürəm hamımızı. Qızım, səni öpüb bağrıma basıram. Allah səni xoşbaxt eləsin. Oğlum, səni də öpürəm. Evi sənə əmanət edirəm, canım oğlum. Salam evlat. Salam İlahi. Salam mama. Necəsiz? Özünüzə yaxşı baxın. Bu mən sizin ola bilsin axırıncı danışığımdır. Məni unutmayın. Namusumu, qeyrətini korumaq üçün gedirəm. Sizlər üçün gedirəm. Vətən üçün gedirəm. Hər şeyi sizə tapşırıq gedirəm. Özünüzü qoruyun, özünüzdən müğayyət olun. Sağ olun. Əmiqar, birdən eşitsən mi? Şəhid olar ha. Videonu çalış göndərin elə bizə. Dedəm baxar, həm gülər, həm ağlayar ki, oğlum harda olur, amma belə ağlayar ki, heç yer olmuyor, heç yer olmuyor. Canım ağrımaz. Gözlərim ölüm, gözlərim, gülüşüm ölüm. Danışdın mı bacınla, istədiyinlə ölüm? Ay gedirik. Allah ilə inşallah Allahın köməyi ilə bu videoya baxmarsınız, Allahın köməyi ilə heç qismətdə olmaz. İnşallah Allahın köməyi ilə yəni nəsə olsa eləsə heç vaxt ağlamayın, heç bir vaxt ağlamayın, qoyun imkan verin, rahat etməyin. Bir dənə səndən ən axırıncı dəfə bir şey xahişləyən, nəsə olsa eləsə mənim oğlumuza adım mənim adıma qoyasın, oldu. Bir dənə də olar deyərsin ki, atır sizi çox istəyir, oldu mu? Çox istəyirlər, canından keçə biləcək qədər çox istəyirlər. Keçidə hazırıq, keçirik. İnşallah qələbə bizim olar. Amma eşitdik, şəhid olsam, bilin ki, vətən uğrunda olmuşum. Haqqınızı halal edin. Aytaç, səni sevirəm. Həmişə də sevmişəm, bunu bil. İnşallah sənin duaların nəticəsində sağ qalaq. Keçərik, düşmən üzərində qələbə salaq. Əgər nəsə olsun.